Salam aleyküm. Aleyküm salam. Zəhmət olmasa özünüzü təqdim edin. Rəsul a.k.a. Karat. Battle-da iştirak eləməyinizin nədir fikri? Battle-da yəni bir növ özümü göstərmək, yəni belə deyək. Rəqibiniz kimdir? Rəqibim Set a.k.a. Nərmanov metrosu, Baksovet, nə bilim, metro stayankalar, taksi şoferləri. Yəni belə bir şeydir, tam dəqiq yadımda deyil. Nə deyə bilərsiniz rəqibiniz haqqında? Heç bir şey. Battle-a necə hazırlaşmısan? Yəni rəqibə uyğun, rəqib heç bir şey etsə, mən də heç bir şey şəkildə hazırlaşmışam. Uğurlar Səfər. Çox sağ ol. Salam aleyküm. Salam aleyküm. Zəhmət olmasa özünüzü təqdim edin. Naya Cortex. Səfərov gəlib. Rəqibiniz kimdir, Neo Cortex? Karat. Karat. Nə deyə bilərsən Karat haqqında? Yəni heç nə. Battle-a necə hazırlaşmısan? Yaxşı. Uğurlar Səfər. Uğurlar. Sağ ol. WhatsApp Nigas, mən Əmin Əli və bu İon Liga. Müsiflərimizlə tanış eləmək istəyirəm. Promete. Erkin Ergen. Şəhriyar. Sağ tərəfdə duran əmsi sözü təqdim elə. Naya Cortex. Səfərov gəlib. Dəstək. Sol tərəfdə duran əmsi sözü təqdim elə. Rəsul a.k.a. Karat. Püşkatmamız olmayıb, amma ki, mənim fikrimcə Karat başlasa yaxşı olar bəlkə. Sən fərqi yox. Başla. Ya. Rap tik-tak, mənə bit ver, vayim edəcəm vışşı. Malakamdan qız çıxmaz, setdən də kişi. Rap bil ki, qara zindan. Mənsə burada düstaq olmuşam, sənin o dediyin üstada belə mən. Üstad olmuşam. Ya, Mike'da Karat. 1-1-1, rhyme'ları belə bölə bilsən. Sən üçün PR olardı bura gəlməsəydin və yaxud bir gün ölsən. Hər dəfə deyirsən ki, kralam mən. Düz sözə nə deyərsən? Set a.k.a. French boy. Sən onsuz da götsən. Güya ki zorsan da, güya ki slim şeydir. Bilmədiyimiz bir şey var, bu hər gün silir şeyimi. Rap səni atmamış, məncə sən rapdən əl çək. 1 kilo pomidor, 1 kilo xiyar. Xiyar yoxdur. Onda 1 kilo set çək. 13 yaşda heç bir uşaq şey çəkib və rap deməsin. Niyakateksin böyük səhvi Dimyeksi bilməməsi. Deyirsən Karatın əsas dinləyicisi qızlardır, düzdür. Onda denən məni dinləməsin. Yo. Ay MC sənsən. MC sənsə burada bildir. Kişilərə meyilli uğraş. Bunu da burada bildin. İstəsən vecivə alma, istəsən qox məndən. Karat məni söktü, yığdı, mic kontrola belə bildir. Yer altında metrolardır. Xahişim olandan deyin. Mövzu battle rap'dir. Çalışın ondan deyin. Bir də bu qədər insanın içində deyirəm ki, sən barədə battle üçün hazırladığın versi oxuyan piç oğlan deyil. Okay. Round. Birinci round Karat. Setin birinci roundu. Dəstək olan. Bu insanın dölbeyin olması hamının beynine artıq getdi. Deyirsən bilməməyim DMX-dir. DMX deyil, xiyar. DMX-dir. Deyirlər, Karat rap maşınıdır. Rap robotudur, versi yazır, başı dayanmadan. Sən rap maşınısan, mənim ixtisasım maşın qayırmadır. Mənim mövcudluğum
Mustafim sənin yoxluğuna paraleldir. Hip-hop mexanizmini sən mənfi enerjinlə xarab etdin. Elə bilirsən yaradıcısı, rədd ol. Elə bilir yaradıcı uğurludur, yaradıcısan. Axmaq, bu qədər insan olan yerdə sən Allahın uğursuz zarafatısan. Batılda dünya görüşü lazımdır. Sənin dünya görüşün yüksəliş deyil, enişdir. Sənin dünya görüşünlə deşiyin arasında bir oxşarlıq var. İkisi də genişdir. O qədər sevgi haqqında trek yazmışsan, yolunu tək azarsan. Mən penisimi sevgi adlandırsam, penisim haqqında trek yazarsan... Dəstək olmuyor. Yada saldım, amma yenə sal. Eybəcər, axmaq və beyni poxlu dəlisən. Meşədə yox, biz insanlar arasında yaşamaqla təbiətə soxuş gəlirsən. Uçuruma gedir dalğanız, mən uzaq baxından. Reptadron kolliderinə daxil olmuş adron atom zərrəcik kimisən, yəni sən kruqa buraxırlar. Mən çox mədəniyəm. Sıçıram tualetdə yox, ayaq yolunda. Originalam. Uşaq ikən süd içəndə piyan olurdum. Mən uşaqlıqda gizlanpaç oynadığım uşaqlardan valideynləri hələ də bir xəbər olub. Mən bir dəfə fuck the system dedim, o vaxtdan zigzag bir təhər olub. Sən çalışırsan axmaq klişə sözlərlə versləyəsən, söz atmaqla. Yadındadır vertolyot vurulmuşdu, o raket deyildi, mən onu vurmuşdum, raqatka ilə. Burada da. Dəlşin. Sən elə bilirsən, yox. Mənim burada səni sevənlərdən, mənə nifrət edənlər daha çoxdur. O insanlar var, götübü açıb striptiz oynasan da deyəcəklər setə punch soxdu. Sən elə bilirsən 30.000 baxışın sənin istedadının təşvişidir. Başa düşmürsən ki, fanatlarının 90%-ını aykanamaz qlankalar təşkil edir. Sənə uduzmaq da təkəcək. Bu videonu görürsən, fanatların bu videoda məhv olmağına baxıb 31 çəkəcək. Ən sevimli alimlərimdən biri Einstein demişdi, həyatda hər şey nisbidir. Elə bilirsiniz, gizlidir. Hər şey nisbidir. Var səndən rəpdə zəifləri. Hər şey nisbidir. Mümkündür kiməsə bunun qarşısında tərifliyim. Demək istədiyim. Sənə reper deyə bilərəm, adam deməyəcəm. Çünki adam olmaq nisbi deyil. Və sən elə bil, bu dünyada hər ölkə haramı. Uşaq 90 səni kim olsa pisdir. Ona görə penisini kəs. Sən spermatozoidin Azərbaycanın gələcəyinə təhlükə yaradır. Round. Snap. İkinci round Karat. Dəstək olan. Bu battle setlə mənimdir. Qıraqdan heç kəs qarışmamalı. Bunu sox boş beynivə. Tısbağa çitayla yarışmamalı. Buraya heç yaraşmırsan. Bunu da belə qeyd eləyim ki, özünü tanımayan biri Azrep haqda danışmamalı. Hər dəfə verse yazanda niyəsə çönür beynim. Set a.k.a. My lovely baby. Bunu da belə qeyd elə. Yadıma düşmüşkən deyim. Üstadıva deyərsən ki, Karat idi. Belalım benim. Ya, Baba Taryental oynayırsan. Tam incə sənətlik. Dalın da pis deyil. İncə sənətlik. Yaxşı. Tamam xətrivə dəymərəm. Səni heç kəs doyuzdura bilməz. Çünki incə sənətlik. Ya. Mənə maraqlıdır. Sən hansı orqanınla düşünürsən? Ot yiyən sənət yiyən hər şeyi götürürsən. Bir də yarış sonundan sonra yaxınlaşarsan. Açarım məndədir. Çıxanda götürərsən. Ya.
Bu məndən hamilədir. Buranın həkimləri gəldi. Səni qoydum qırağa. Sənin kimləri gəldi? Ya, maraqlı bir fakt deyim də sən. 5 dəqiqə qabaq Google abijnik yazıb bunun şəkilləri gəldi. Ya. Ne diyor ya? Yaddaş problemi yok de bura. Sən dəstək olalım. Eyvah round. Dəstək olan roundlar. Qəşər. İkinci round Qərib. Qəribə dəstək olaq, homi. Aparatım var idi, aparatım var idi. Bir de mən aparatımı verdi oradan. Bir de gidelim sok iç. Düzelt tamam onu. Qərib başlasın. Yok dur diyorum. Kutaranda hiç söylüyorsan gözle. Öpürəm Murat. Sen şimdi ol. Başlayaq. Mən vörstəyəndə bu qırağa keçmişdi. O vörstəyəndə gözünə baxdım. Bunun adı hörmətdir. Mən sənə hörmət elədim. Səndən bu kişiliyi heç kəs görmədi. Sən özünü çox görüntü sayırsan. Axırda zibilsən. Reper olaraq impotentsən. Kütləni qalxıza bilmirsən. Və sənə bir şey yazım. İstəmirəm cəmaət sənə qəbir qaçsın. Deyirsən, abişnik yazdım, mən çıxdım. Adam nə qədər bekar olsun ki, Google'a girib abişnik. Bütün rapin dəbdir. Battle'da yox, podiumda durmalıydın. Dəbli geyinirsən, hələ göz vurmalıydın. Adam olaraq yox. Kommersant fahişəsən və əgər host dediyi kimi fahişələri yandırsaydı, sən inkvizisiyanın qurbanı idin. Kimsə bilmirsə, elə belə fakt deyim, inkvizisiyan orta əsrlərdə vedmaları yandırmağa deyirdilər. Hər nəysə. Qaldır da kamera. İnkvizisiyanın qurbanı idin. Mən bunu dedikcə itir huş, usanırsan. Sən rap deməyin Angry Birds kimidir. Quş buraxırsan. Və bayaq düşünürdüm ki, sən dünya görüşün yüksəlişdir, enişdir. Səhv demişdim. Sənin deşiyin dünya görüşündən genişdir. Nə maraqlı şəkildir. Karat gördüyünüz çəkilirəm, və sənə çəkildim. Karat düzgün qabağında durub selfie çəkir. Selfie çəkir. Özür istəyirəm ki, Sən dəstəyin olalım. Ruhunu dəyişərəm heç nəyə. Bir paçka prezervativə Barter kimi. Rapdə səviyyəcə böyüyürsən, amma Benjamin Barton kimi. Və rapin bayrağını tapdalamısan, için zəhər oğul. Rapin bayrağını tapdalamısan. Mənim əlimdə balta, familiyam Səfərovdur. Ramil Səfərov deyildi də, sanma belə. Ərzahar. Sənə aid bir şey deyim, maraqlıdır. Sənətivin beşiyi, cahillər olub sənətivinin daima beşiyi. Karat o qədər qatıqdır ki, tualetə gedəndə ayran işiyir. Treklərin namusu, qoyun bunu kimi qoyunlar boğazını kəsəndə unudur. Sən treklərin namusu 18+'dur. Yaş yox, IQ səviyyəsi nəzərdə tutulur. Və ikimiz də Türkiyü burada. Gəl səviyyəcə qaldıraq söyüşü. Diz çökü, bağzıvı aç. Tarixdə ikinci çaldıran döyüş. Rahat olma, bundan sonra başa yok.
Həmçinin sənə çatdırım, növbəti pançanlı medialar amma hər nəysə. Həmçinin sənə çatdırım söhbət əsnasında sənin treklərin Bukowski'nin sitatları kimidir, məşhur və mənasızdır. Həmçinin rapin sadəcə şablon klişə söyüşlərdir. Bax qatıb, rapin Tamkonda reklamındakı qızların təbəssümü qədər saxtadır. Yazıq, down xromasonlu yazıq oğlan. Mənə çəkdiyi videoda demişdi ki, özümlə always gətirim. Allah, lazım olar. Sonra yığaram. Karat yığarım. Snap. Üçüncü round. Karar. Battle-da rəqibimsən. Səni yuxarıya çıxardım. Yadında dizini atırdın yerə yuxarıya çıxardım. Bir də ağzıva alma. Mən kişiyəm kəlməsini. Bu cibində always gəzdirir, inanmırsız çıxardım. Şovulla göylə gəzir. Şovulla göylə uçur, yəni qartalın caynağında leş gələr. 6 milyon qız varkən kişi başına 5 gələr. Uşaq vaxtı konfeti allanan qaqaşa utanma, kişinin başına iş gələr. Əvvəl qəmli idin. Görürəm day şənsən. Sən mənim üzü qıllı fahişəmsən. Çı problemdir. Bu da pəltəykən çıxır, səndən çıxan səs məndə tualetdəykən çıxır. Bax o da dünən dedi, aralıyım qoy da bura. Apardım 4-cü palataya, qışqırdı nə boydadır ha. Emin gələn dəfə bətlə çağırma, gəlməyəcəm. Eləməslər. Cəmaat battle eləyir, mən də meymun oynadıram. Deməli, dünəni boşdur Adəm oğlunun. Sabahları qurur asan. Bugün səni əzməsəm, sabahları qudurarsan. Udsam ya da udussam, mən üçün fərqi yoxdur. Gəncəl-əpə hörmətlər, yorulsan oturar. Nə qədər Gəncəli var ha maşallah. Nə qədər Gəncəli var babşı ümumiyyətlə burada? Biraz səs eləyin, biraz səs eləyin. Bir baxın. Bir dənə alma. Bir baxın. Öpürəm. Cəmaət, Roundun bitti Karar. Fərqi nədir onsuz? Üçüncü round set. cəmaət, siz tam tutmadınız bu gün dediyi pançını, şotunu, o mənə məsləhət verdi. O doğrudan Gəncədə hər dəfə o yorulanda butulkaya oturur. Karat rahatlaş. Batıldı, sənin üçün fərqi yoxdur. Təsvir elə ki, burada şeytandır, qərib yoxdur. Qıllı fahişəmsən. Adam, sənin fantaziyan çox zəifdir. Bu nədir? İnsanlar, bu insanı necə tərifləyim? Rapper olaraq da nisbi yalnız Babnikdən güclüsən. Sən öyləsən, güclüsən. Sən rapdə, adam kimi yox, rapdə küçüksən. Amma, bax dinlə ardını. Növbəti 16 sətrim olmayacaq çox güclü təsiri və hər pança olmayacaq alqışlar, olmayacaq karata güclü qarğışlar. Lakin 16 sətrin axırında sən başını divara çırpacaqsan utancdan. İndi dinlə, burandı. Mən yad planetlilərə də, yerlilərə də yad planetliyəm, yadam tam. Cəhənnəm törədirəm həyatında. Kimlər də yanır bax. Yay ərzində 25 kilo arıqlamışam. Repit poxlamısan. Bu battle sənin üçün beynin boşdur. Mən 25 kilo ağırlamışam. Ben slim, o da şeydir. Olmadı. Olmadı. Onda düşüydüm başlayın. Hər nəysə. Sən lazımsızsan.
Koroğlu'nun atasının gözləri kimi. Sən lazımsızsan. Beethoven qulağı Füzuli kantatasının sözləri kimi. Sən lazımsızsan. İmpotentə hədiyyə prezervativ. Sən lazımsızsan. Gecə diskotekada klassik motiv kimi. Sən lazımsızsan. Heç kəsə lazım deyilsən. Həcə pivəsi kimi. Sən lazımsızsan. Johnny Sins'in kirvəsi kimi. Həmçinin sizə çatdırım, bu heç hazır tekst deyil, sadəcə deyirəm özümdən. Mən özüm görmüşəm gözümlə. Bu mənə dediyi punchların yarısından çoxunu deyib Mike Machiavelli'yə qarşı. Bu beynin qarşı. Sən yoxdur fikirlərin, yoxdur fantaziya yaxşı. Keçən rounddakı battle'ları təkrar deyirsən. Utanmırsan, rapper olaraq zəifsən və mən insanıram. Amma dinlə. Üzr istəyirəm. Amma dinlə. Mike'a qarşı olan battle'ım. Mike Verse deyirdi. Bu insan qıraqda gəzir, divarı işiyir o. O səviyyədə özünü apardın ki, az qala Samir Bağırov qapını açıb deyəcəkdi. Amma kişi ol! Bu insan porno filmə çəkilmişdi. İşi qızın əvəzinə studiyada qışqırmaqdır. Karat doğulub fevralın 69-u və bürcü qaşqaldaqdır. Bu qədər bəsdir. İstəmirəm səni çox əzim. Okey, davam elə. Görürəm cavabım var. Müsiflərimiz səs verir. Promethedən başlayaq. Birinci, ikimizdə də bir dənə sual. Yəni, bir-birimizi belə həyatda tanıyırsınız. Çoxdur. Bu qədər agresiya hardandır bir-birimizə ver? Məndə səhnə performansıdır. Həmçinin videolardan biraz xoşum gəlmir. Mənim aqressiyam yoxdur. Okay, inşallah gələn dəfə ikimizdən də Azərbaycanca performans gözləyirik. Türkcə, rusca slangla yox. Və yaxud ingilis slangları ilə yox. Yəni, sözsüz rap novatorluqdur, yeniliyi sevir, amma ki, yəqin özünüz də hiss edirsiniz ki, Azərbaycan dilini çox pis vəziyyətə salırsınız. Bu götürək, bunu yəqin ki, Şəhriyar deməliydi. Yəni, mən deyirəm, üzr istəyirəm. Çünki Azərbaycan dilinə yəqin ki, o nəzarət edir burada. Amma ki, istənilən halda. İkinci, pivə, OB tamponları, always, bunlar hamısı yaxşıdır. Amma ki, yəni, mənə elə gəlir, mətnlərimizin üstündə tamaşa qədər işləsəydiniz daha maraqlı olardı. Çünki bura teatra yox, battle-a gəlmişik. Amma ki, ümumiyyətlə bu pis tərəfləri. Yaxşı tərəfləri çox yaxşıdır ki, bir-birinizi tanımaya bu boyda aranı aça bilirsiniz. Ən azından Azərbaycan rapində bir-birinin üzünə söz demək mədəniyyəti yaranır. Bu çox yaxşı tərəfidir əslində. Amma ki, yenə deyirəm, yəni bunun, yəni biz ömür boyu çalışmışıq. Yəni mənə qədər olan reperlərdə deyirəm, məndən sonra tanıdığım reperlərdə deyirəm ki, biz həmişə çalışmışıq ki, ən azından bilirik ki, bir kütləvi video eləyiriksə və yaxud trek eləyiriksə, bu kütləvi bir şeydir. 30 mindir, 40 mindir, 5 mindir, 100 baxış sayıdır, onun fərqi yoxdur. Burada mənə elə gəlir 10 yaşdan aşağı, 13 yaşdan aşağı uşaqlar var və onların qabağına pivə çıxartmaq elə də uğurlu göstəri deyil. Yəni, böyük ehtimal ki, sənin özünün yaşın, üzr istəyirəm səndən danışdığıma görə, 18-dən yuxarıdır. Neçədir? 20. 20, lap yaxşı. Yəni, istəməzsən ki, oğlun nə vaxtsa belə bir yerdə dayansın və sənin kimi adamdan nümunə götürsün. Mən istəmərəm. Mən də istəmərəm. Yəni, elə yaşamaq lazımdır, elə şey eləmək lazımdır ki, baxırıq biz ümumi müqayisə üçün deyirəm. Baxırıq biz də battle-lara, amma ki, yəni, hər şey etik normalarda olmalıdır. İstədin, nə olsun rapdir? Fərqi yoxdur. O ki, qaldı səs verməyə, mən səsi sənə verirəm, hostun adını çəkdiyivə görə yox, daha hazır cavab olduğuna görə. Amma ki, yenə deyirəm, tamaşa kimi olsaydı, o səndən daha yaxşı oynayırdı burada. Alışlar. Erkin Ergen. Mən bura yumor tərəfinə qiymət verməliyəm. Özüm də bir yumorist kimi biraz fərqliyəm. Yəni daha çox düşündürücü yumora tərəfdaram. Hər ikisində də o var idi. Amma yumor təhqir deyil. Yəni təhqir eləyib yumoru bizə təbliğ ediblər, düzdür. Məndən böyük yumoristlər kimsə tənqid eləmək, kimsə
ayağının altına salmaq, təpikləmək. Bu mənim düşüncəmcə gülməli olsa da, çox sağ olun tutun. Gülməli olsa da, amma mənim xoşum gəlmir. İstəyərdim ki, düzdür, rapdə punch deyirsiniz falan şeylər. Mən bunlardan məlumatlıyam, bilirəm. Var, bir-birinizə sözlərinizi bildirməlisiniz, amma həm də çox belə içimdən bir demək istədim ki, çox istəyərdim ki, siz burada göstərdiyiniz şey hələ burada da qalsın. Çünki bu rapdir, bura hamı rapi sevmək üçün gəlib və burada bir-bizə dediyiniz o punchlar, sözlər, bunlar insanlara xoş gəlir. Yəni və hələ burada da qalsın. Yoxsa sən mənə o sözü dedin, siz hələ burada çıxanda o sözlərə görə mübahisə eləsəz, hələ burada da qutaracaqsınız. Nə sən olacaqsan, nə sən olacaqsan və tamaşaçılar da heç nə görməyəcək. Bu ayrı tərəfi. Səsimi də ki, yumora mən istəyərdim ki, yəni sənin də yumor hissin var. Bəlkə də üstündür, deyənmərəm. Amma mənim fikrimcə, yəni daha düşündürücü, dərin mənalı yumoru nə edir? Qərib edir. Nə? Neokorteks. Qərib. Alqışlayaq. That's neokorteks adı. Sonuncu səsi Şəhriyar verir. Açığı mən bu qədər gözləmirdim istedad baxımından. Kifayət qədər bu gənc dostların ikisi də istedadlıdır. Yəni anında cavab vermək və necə cavab vermək. Sadəcə o bir-birini təhqir eləmək, yəni olmaz. Söyüş nümunəsi var da, Tupac var, Eminem var. Bilirik ki, onların söydüyü nədir. Onların məişətində Dünyada bu qədər, yəni şərəfsizliklər, alçaqlıqlar varkən bir-birinə durub söymək yaramır. Sən yaşadığın cəmiyyətdə nə qədər anormallıqlar var. Niyə onu söymürsünüz, amma bir-birinizi söyürsünüz? Burada qarşıda məqsəd var da, üzr sözünü kəsirəm. Buyurun. Ki, bəlkə qarşı-qarşıya durmuşuq, deməli, nə isə tutmaq və onun üzünə vurmaq. Yox, aydındır. Yəni, sən bir nəfərin deyil də, yəni, onun obrazında böyük bir anormallığı söyə bilərsən. Səndə bu istedad var. Məndə var dinləyicilər, məsəl üçün, ola bilər ki, dinləyici baxımından... Yox, sən dinləyiciyə nəyə fikirləşsən ki? Sən onu kütlə hesablama, sənət kütlə məsələsi deyil, sənət kütlə hadisəsi deyil, sənət fərdin hadisəsidir. Nəsə, burada ədəbiyyat dərsi keçmə niyyətim yoxdur. Sadəcə bəy kifayət qədər intellektual və bədii cəhətdən mənim çox xoşuma gəldi və əsasım da budur. Bu qədər sözlərin arasında bundan istedadlı söz mənim olmadı məncə. Bu qədər insanlar içində sən Allahın zarafatısan. Bu şeir misrası qədər gözəl bir misra idi. Mən səsimi bəyə verirəm. Neokorteksə. Qarat, bildiyimiz qədər battle-da məğlub oldun və fikirlərin, müsiflərin qərarları səncə doğrudurmu? Və nəyə görə məğlub oldun? Deməli, müsiflərin qərarı, yəni, həqiqətən çox doğru qərar verdilər. Set qalib olmalıydı, məndən güclü hazırlaşmışdı, yəni belə olmalıydı. Mən həm belə özümü tərəfləmək kimi çıxmalıyım, zəif hazırlaşmışım, həm də məndə biraz yaddaş problemi olduğuna görə nə qədər mənim görsüm yadımdan çıxdı. Amma buna baxmayaraq set həqiqətən çox güclü hazırlaşmışdı. Yəni mən bunları desəydim də, əminəm ki, yenə set qalib olardı. Aha. Növbəti battle-larda iştirak eləmək istəyərsən? Onlar fikirləşmir. Fikirləşmir. Çox ciddi qərardır ona görə. İnşallah yəqin ki, növbəti battle-larda olaram. Uğurlar sağ Qarat. Çox sağ ol. Bugün qalib oldun və müsiflər səncə doğru seçim eləyiklər mənim fikrimcə, çünki qalib olmuşsan və rəqibin haqqında bu fikirləri öyrənmək istəyərdim. Rəqibim də yaxşı çıxış eləmişdi. Sözün düzü, birinci raundunda mən düşündüm ki, mən uzacam. Yəni, birinci oversin demişdi. Mənə elə gəldi ki, mümkün deyil qalib olmadım. Qarat özünə görə hazırlaşmışdı, mən də hazırlaşmışdım. Yəqin tək fərq onda oldu ki, münsiflərin mənə seçməyində. Qaratda daha çox sırf ətrafdakı performansla, publika ilə interaktiv olmaq məsələsi zad idi. Mən publika ilə çox interaktiv deyildim, yəni mən sadəcə sözə işləmişdim. Yəni də
münsiflərin qərarının doğru olub olmamasını deyə bilmərəm. Çünki münsif də bir insandır, öz fikrini bildirdi. Öz fikrimə görə deməyəcəm kim güclü idi, kim zəif. Çünki istənilən insan üçün özü daha güclü idi. Amma hər insan özü seçsin kim idi qalib, kim idi uzan. Növbəti battllarda iştirak etmək istəyirsən qalib. Yəni, onsuz da bu batla qarşı elə də batla gedəcəm münasibəti ilə gəlmirəm. Əgər yaxşı rəqib məni çağırsa, iştirak eləyərəm. Yəni, əgər o ərəfələrdə boş olsam. Uğurlar sağ qalib. Təşəkkürlər.